Demek ki sual. Sufiliyə görə ruh Allahın bir parçasıdırmı? Öz ruhumdan üfürdüm ifadəsi ruhun Allahın bir parçası olması mı deməkdir? İlk öncə gəlin baxaq, görək Quran-ı Kərim ümumiyyətlə ruh haqqında nə deyir və bəri başdan demək istəyirəm ki, Quranda ümumiyyətlə ruh anlayışı haqqında məlumat olduqca azdır. Belə deyək ki, bunlar hamısı qeyb məsələsidir və buradan artıq birinci məlumata qədəm qoymuş oluruq. Birinci məlumatımız ondan ibarət olacaq ki, ruhun mahiyyəti insan biliyinin məhdudluğu deməkdir. Və ən əsas ayə kimi bunu götürmək olar. İsra surəsinin 85-ci ayəsini götürsək, orada belə buyurur ki, Allah Teala səndən ruh haqqında soruşsalar de, Peyğəmbərə müraciət olunur bu ayədə. Ruh Rəbbimin əmrlərindəndir. Sizə isə elmdən çox az verilmişdir. Əslində bu ayədən çıxan nəticə bundan ibarətdir ki, ruh maddi varlıq kimi təsvir edilmir. Onun mahiyyəti tam açıqlanmır Quran-ı Kərimdə. İnsan ağlı ruhun gerçək təbiətini tam qavraya bilməz. Yəni Quran ruhun varlığını təsdiqləyir, amma ontoloji detal şəklində açıqlama vermir. İkinci məsələ, ruhun insana verilməsi, yəni insanın yaradılışı ilə bağlı ayələrdə bax bu cür təsvir olunur. Misal üçün 15-ci Hicr surəsinin 29-cu və 38-ci Sad surəsinin 72-ci ayələrinə diqqətlə fikir versək, orada Allah Teala buyurur ki, ona surət verib öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin. Buradakı öz ruhumdan üfürdüm, yəni öz ruhumdan ifadəsi Allahın bir hissəsi demək deyil. Və bunu biz nəzərə almalıyıq ki, bir balaca məcaz mənada işlənir o ifadə. Yəni şərəfləndirmə və xüsusi yaradılış ifadəsi kimi qavramalıyıq bu ifadəni. Ruhun ilahi mənşəlli olduğunu göstərir bu ayə. Bu mövzu, yəni ki, insanın ruhu Allahın bir hissəsidirmi sualı ilə əlaqəlidir. Quran buna qəti şəkildə işarə etmir. Üçüncü məsələ, ruh və ölüm məsələsidir. Quran ruhun bədəndən ayrılmasını belə təsvir edir. Zumər surəsinin 42-ci ayəsində deyilir ki, Allah ölüm zamanı canları, nəfsləri alır. Başqa ayələrdə mələklərin ruhu aldığını bildirilir. Məsələn, 4-cü Nisə surəsinin 97-ci ayəsi və 6-cı Ənam surəsinin 93-cü ayələrində. Bu göstərir ki, ruh bədəndən ayrı mövcudluğa malikdir. Yəni, ölüm ruhun bədəndən ayrılmasıdır. Ruh ölüm ilə yox olmur. Yəni, qeyb olmur. Dördüncü məsələ, ruh və vəh məsələsidir. Quranda ruh sözü bəzən Cəbrail mələk mənasında işlənilir. Məsələn, 26-cı Şuara surəsinin 193-cü ayəsidir, səhv etmirəmsə, ona ruhul əmin, yəni etibarlı ruh nazil etdi. Həmçinin Şura surəsinin 42-ci, Şura surəsinin 52-ci ayəsinə fikir versək, orada deyilir ki, biz sənə öz əmrimizdən bir ruh vəh etdik. Allah Teala belə buyurur. Burada ruh ilahi vəh, Cəbrail isə ilahi həyat verici qüvvə mənasında işlənilir. Beşinci məsələ, ruh və nəfsin fərqi məsələsi. Quranda çox vaxt nəfs öz şəxsiyyət, can mənasında keçir və bəzi hallarda nəfs terminində işlədilir ruh sözü. Üzr istəyirəm, nəfs kimi işlədilir. Ruh isə ilahi qaynaqla bağlı olan bir anlamdır. Daha metafizik şəkildə olan bir anlayışdır. Nəfs isə insanın psixoloji və mənəvi tərəfidir. Və xülasə bir yekuna gəlsək, demək olar ki, Qurana görə ruh ilahi əmrlərdəndir. İnsan bədəninə üfürülmüşdür. Ölüm ilə ruh yox olunur. Tam mahiyyəti insan üçün bilinməzdir. Allahın buyurduğu bundan ibarətdir və qəti şəkildə Allahın bir parçası deyil. Yeri gəlmişkən ruhu Allahın bir parçası kimi qəbul etmək bu hardasa şirkə bağlanır. Çünki İxlas surəsinin 4-cü ayəsində
İxlas surəsi olduqca qısa bir surədir. 4-cü ayəsində bildirilir ki, Allahın ümumiyyətlə bənzəri yoxdur kainatda. Və əgər insanın ruhu onun bir hissəsi kimi qəbul olunursa, bu artıq bizi bu anlayışa gətirib çıxarda bilər ki, bizim ruhumuz artıq, yəni biz, içimizdəki mən artıq Allahın bir, nəinki bənzəri də artıq Allahın bir parçasıdır. Və burada artıq bir şirk əlamət kimi qəbul etmək olar. Bəs o zaman ortaya sual çıxır ki, bəs öz ruhumdan üfürdüm deyir axı Allah və bu ifadə ruhun Allahın bir parçası mənasına gətirib çıxartmırmı? Bax, yenə də bir neçə məsələyə toxunmaq istəyirik. Bir, ayə konteksti bundan ibarətdir ki, Quran deyir ki, ona surət verib öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin. Burada diqqət yetirməli olan şeylər, öz ruhumdan üfürdüm, o deməkdir ki, ruhun ilahi qaynaqdan gəldiyi bildirilir. O demək deyil ki, birbaşa hərfi mənada, yəni Allahın bir parçasıdır. Yəni ilahi mənbəy mənasında götürülür. Yəni Allahın yaratma əmri ilə insana həyat verildi mənasında dərk oluna bilər. Ruhun mahiyyəti açıqlanmır. Quran açıq şəkildə bu ruh mənim bir hissəmdir demir. Əksinə 17-ci surənin 85-ci ayəsində deyilir ki, ruh haqqında elmdən yalnız az biliklərə sahibdir insanlar. İkinci məsələ, niyə ruh Allahın bir hissəsi deyil? Yəni bu tövhid prinsipinə, yəni tək Allahlıq prinsipinə zidd olardı. İslamda Allah tək və bölünməzdir. Allahın bir parçası, yəni Quranın əsas prinsiplərinə artıq bir zidd bir ifadədir və burada fəlsəfi şərtlər ortaya çıxır. Yəni İslam alimləri deyir ki, misal üçün İbn Sina kimi alimlər, Qəzali kimi alimlər bunu belə izah edirlər ki, öz ruhumdan üfürmək ilahi qüvvə, həyat verici güc və ya xüsusi yaradıcı prosesin metaforik ifadəsidir. Yəni ki, Allahın zatından bir pay demək deyil. Üçüncü məsələ, sadə müqayisə, insan bir çiçəyə, hansısa bir çiçəyə, bir gülə su vermiş olursa, yəni həmin bu gül, həmin bu çiçək su ilə yaşayır. Amma bu suyun, yəni insanın bir hissəsi olduğu mənasına gəlmir axı. Və yenə də bir nəticəyə gəlsək, bunu qısaca bu cür ifadə etmək olar ki, öz ruhumdan üfürdüm, yəni ruhun ilahi qaynaqdan gəldiyini göstərir, amma Allahın bir parçası olduğunu demir.